Salam əziz uşaqlar. Bugünkü dərsimiz keçən dərsimizin davamı olaraq dünyanın təbii ehtiyatlarının müxtəlif mineral ehtiyatlar, torpaq ehtiyatlar və su ehtiyatlarının qruplaşdırılması, onlar haqqında məlumat olacaqdır. Keçən dərsdən bizə məlum oldu ki, təbii ehtiyatlar məhsuldar qüvvələrin təbiətdən mənimsədiyi və onların inkişafında istifadə etdiyi ehtiyatlardır və bu ehtiyatlar içərisində biz mineral ehtiyatlarının adını çəkdik, torpaq ehtiyatlarının və su ehtiyatlarının adını çəkdik. Bunlardan torpaq və su ehtiyatlarını tükənib bərpa olunan ehtiyat kimi götürdük, mineral ehtiyatları isə ekoloji ehtiyatlar içərisində bərpa olunmayan ehtiyat kimi götürdük. Birinci biz gəlin mineral ehtiyatlardan başlayaq. Mineral sözü sadə birləşmə deməkdir. Yəni, suxurların tərkibində minerallar çox geniş yayıla bilər. Həmin mineralların yaranması üçün milyon, 100, milyard illər lazımdır. Minerallar özü də bir neçə qrupda birləşir. Onları bölürlər filizlər, qeyri-filizlər və yanacaqlar olaraq 3 qrupa. Birinci biz yanacaqlar haqqında məlumat verək, görək yanacaq faydalı qazıntılar nələr hesab olunur və onlar yer kürəsinin hansı hissələrində geniş yayıla bilər və hansı ərazilər yanacaqla zəngindir. Yanacaq faydalı qazıntılar bitki və heyvan mənşəli olmaqla çökmə suxurlarda çıxarılır, üzvü mənşəli çökmə suxurlarda və onların yayıldığı ərazilər əsasən dünya okeanının şelf zonalarını əhatə eləyir, quruda platformaların əyilmə zonalarına və qırışıqlıqlarda eyni zamanda əyilmə zonalarına uyğun gəlir. Yanacaqlar içərisində daha çox istilik vermək qabiliyyəti olan neft, təbii qaz, daş kömür, eyni zamanda qonur kömür də var və yanar şist, torf. Bunlar daha çox hasil olunur və tarixən hasilatlarda müxtəlif dövrlərdə fərqlər yaranıbdır. İlkin mərhələdə neft insanlar tərəfindən mənimsənilibdir. Sonradan daş kömür hasil olunubdur. Yəni, birinci mərhələdə neftin hasilatı, sonra daş kömür, sonra qaz müxtəlif sularla alınıbdır və istilik vermək əmsallarına gəlincə neft və təbii qaz daş kömürə nisbətən daha çox istilik verir. Yanar şist torf yayılmasına baxmayaraq ayrı-ayrı ölkələrdə istilik vermə əmsalları nisbətən aşağıdır. Biz əvvəlki dərslərimizdə yadımıza salsaq, keçmişdik ki, dünyada neft ixrac edən ölkələrin təşkilatı var, OPEC. Məhz hazırda dünyanın ayrı-ayrı ərazilərində neftin qiymətinin tənzimlənməsi ilə bu təşkilat məşğuldur və neft quruda çıxarılır, görək hansı ərazilərdə, hansı dövlətlərin ərazisində. Amerika qitəsində neft əsasən Mississippi ovalığında, Orinoco ovalığında, Şimali Afrikada, Mesopotamiya ovalığında, Turan ovalığı, Küraraz ovalığı, Qərbi Sibir ovalığı neftlə zəngin olan quru əraziləridir. Bayaq dediyimiz kimi neft eyni zamanda dünya okeanı şelf zonasında da çıxarılır ki, burada xüsusilə fərqlənir Alyaska körfəzi, Meksika körfəzi, Karib dənizi sahilləri, Qvineya körfəzi, Şimal dənizi, İran körfəzi və eyni zamanda Xəzər dənizi dünya okeanının hissəsi olmasa da dünyanın ən böyük gölü olan Xəzər də neftlə zəngindir və təbii ki, biz özümüz də Azərbaycan Respublikası da Xəzərdə neft hasil edir. Neft hasil edən ölkələri biz ayrı-ayrılıqda qruplaşdırsaq, görək hansı ölkələr daha çox neft hasilatında fərqlənirlər. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, İran, İraq, Küveyt, Qətər, Bəhreyn, İndoneziya, Rusiya, Əlcəzair, Liviya, Misir,
Gabon, Nigeriya, Amerika, Meksika, Venezuela neft hasilatında fərqlənən ölkələrdir. Tarixən neft müxtəlif üsullarla çıxıbdır. Fontan üsulu, qazma üsulu bu neftin çıxarılma üsullarıdır və neft çıxarılan zaman eyni zamanda həmin yataqlardan qaz da çıxıbdır. Lakin bu qazdan uzun müddət istifadə olunmayıbdır. Bu qazı səmt qaz adlandırırlar və ayrı-ayrı qaz yataqları da var ki, o qazlar zavodlarda sıxılır, propan, propilen, butan kimi sonradan istifadəyə ötürülür və qaz hasilatı, deməli, neft çıxan ölkələrdə də belə məlum oldu ki, qaz ehtiyatları var. Çünki neftlə birgə qaz yataqlarında çıxan qazı biz səmt qaz adlandırdıq. Lakin qaz hasilatı daha çox olan ölkələr sırasına Rusiyanı, Əlcəzairi, Niderlandı, Böyük Britaniyanı, İranı, İndoneziyanı, Qətəri və Kanadanı daxil edirik. Yanacaq faydalı qazıntılar içərisində istilik verməsi neftdən, qazdan nisbətən az olan daş kömür dayanır ki, daş kömür 60-dan çox ölkədə çıxarılır, tarixi nisbətən qədimdir və elə ona görə də monolit laydan çıxır. Çıxarılma üsulları şaxta və deməli, açıq üsuldur ki, daş kömürün çıxarılma üsulu bilavasitə maya dəyərinə təsir göstərir. Səthə yaxın yerləşən laydan açıq üsulla çıxardırlar, dərində yerləşən laydan isə şaxt üsulu ilə çıxardırlar. Şaxt üsulu nisbətən təhlükəlidir, təbii ki, baha başa gəlir. Açıq üsul onunla müqayisədə ucuz başa gəlir. Açıq üsulla çıxardan ölkələr Amerikadır, daş kömürü, Cənubi Afrika Respublikası və Avstraliyadır. Lakin Asiya qitəsi daş kömürlə zəngindir. Burada xüsusilə Çinin adını qeyd edə bilərik, Qazaxıstanın, Rusiyanın, burada Ukrayna fərqlənir, Polşa fərqlənir, Çexiya fərqlənir, Hindistan fərqlənir və deməli, ayrı-ayrı ölkələrdə yataqlar müxtəlif cürə adlanır. Yəni, hər bir ölkənin özünün daş kömür çıxarıldığı yerdə həmin yataqlar. Məsələn, Qazaxıstan üçün Karakanda Ekibastus, Rusiyanın Lena boyu, Moskva ətrafı zəngindir daş kömür ehtiyatları ilə. Deməli, yuxarı Sileziya yatağı Polşadadır, Ukraynada Donbas yatağı xüsusilə fərqlənir, Çində Fuşin və Bay yataqları fərqlənir. Yanan faydalı qazıntılar haqqında bu qədər mən elə gəlir ki, məlumat bəs eləyir. İndi keçək filizlərə. Bildiyimiz kimi filizlər qədim süxurlarda çıxır, platformaların kristallik növrələrində, qalxanlarında platformaların və qırışıqlıqlarda maqmatik süxurların tərkibindən çıxır. Filizləri iki qrupa bölmüşdük biz, qara və əlvan metallar kimi qruplaşdırmışdıq. Qara metallara dəmir filizidir, manqandır, xromdur. Əlvan metallar özləri də müxtəlif qruplarda, biz onu 8-ci sinifdə keçəndə qruplaşdırmışdıq. Ağır əlvan metallar, mis, qalay, qurğuşun, yüngül əlvan metallar, alüminium, maqnezium, qiymətli əlvan metallar kimi qızılı, gümüşü, platini və nadir tapılanlar uran, germanium, eyni zamanda deməli, çətin əriyənlər, molibden, wolfram kimi onları qruplaşdırmışdılar. Filizlər içərisində ayrı-ayrı sənaye sahələrindən filizlərdə istifadə edirlər, metallurgiya sənayesində müxtəlif adda metallar hazırlanır. Ağır əlvan metallar filizlərin tərkibində nisbətən az olduğu halda, yüngül əlvan metallardan xüsusilə alüminium, maqnezium geniş yayılır filizin tərkibində və onların hasilatı, hasil olunmasından sonra ikinci mərhələdə metalın alınması enerji tələb edir. Və filizlərin yayılma areallarına baxaq. Görək, dəmir filizi hansı ölkələrdədir? Kanada, Amerika Birləşmiş Ştatları, Braziliya, İsveç, Ukrayna, Qazaxıstan, Rusiya, Çin, Hindistan, Avstraliya, Car, Liberiya kimi ölkələr dəmir filizi hasilatında fərqlənən ölkələrdir. Bundan başqa, filizlərlə zəngin olan mis ehtiyatına görə fərqlənən dünyada iki qurşaq, xüsusilə
7-ci sinifdə keçmişdik Ant dağlarını. Elə Ant sözünün mənası da mis qurşağı deməkdir ki, meridional istiqamətdə 9000 kilometr məsafədə uzanan Ant dağlarında mis ehtiyatları geniş yayılıb. Burada xüsusilə Peru və Çili fərqlənir. Afrika materikinin mərkəzindən dünyanın ikinci mis qurşağı keçir ki, burada fərqlənən ölkələr Kongo, Zair və Zambiya ölkələridir ki, mis ehtiyatları daha çox bu ölkələrdə yayılıbdır. Alüminium almaq üçün müxtəlif xammallardan istifadə edirlər. Bu xammalların içərisində alunit, nefelin və boksitdir. Fərqlənən alunit Çində geniş yataqdır. Böyük yatağı Çin dövlət ərazisindədir. Azərbaycanda yerləşən zəylik alunit yatağı Çin yatağından sonra ikinci yataq kimi ehtiyatına görə qiymətləndirilir. Lakin boksit daha geniş yayılıbdır. Bildiyimiz kimi yüngül əlvan metal olduğuna görə alüminium daha geniş yayılmış metaldır və boksit hasilatına görə fərqlənən ölkələr Braziliya, Gayana, Surinam, Gviyana, Yamayka, Macaristan fərqlənir boksit hasilatında, Avstraliya fərqlənir. Bu ölkələr boksit ehtiyatları ilə zəngindir. Dünyada qalay Wolfram qurşağı, onu biz Avrasiya materikinin şərqindən belə bir qurşaq keçirdi və gəlirdi Malayziya, İndoneziyaya qədər uzanırdı. Burada xüsusilə fərqlənən ölkələr sırasına Malayziya, İndoneziyanı daxil eləmişdik. İkinci qurşaq Ant dağlarında mis qurşağına paralel keçirdi ki, burada da Boliviya, deməli, qalay ehtiyatına görə fərqlənirdi. Qiymətli metallar içərisində qızıl dünyanın bir çox ölkələrində yayılıbdır, lakin xüsusilə fərqlənir Amerika, Rusiya, Cənubi Afrika Respublikası, Avstraliya, Qazaxstan bu ölkələrdə filizi ehtiyatları içərisində qızıllar daha geniş yayılıbdır. Bildiyimiz kimi biz bayaq faydalı qazıntıları qruplaşdırarkən qeyri-filizlər deyə başqa bir qolda filizlərdən, yanacaqlardan fərqli olaraq qruplaşdırdıq. Qeyri-filizlər istifadə olunur əsasən həm kimya sənayesində xammal kimi apatitlər, fosforitlər, kalium duzları və eyni zamanda istifadə olunur tikinti sənayesində. Apatit, fosforit kimya sənayesi üçün xammaldır, fosfor gübrələri hazırlayırlar. Fosfor üçün xammal olan fosforitlər deməli, Şimali Afrika ölkələrində geniş yayılıbdır. Rusiyada, Çində, deməli, Amerikada bu ehtiyatlar geniş yayılıbdır. Kalium duzları isə Ukrayna, Qazaxstan, Rusiyada geniş ehtiyatlara malikdir.